istər mən tədbirimizə dəvət etdiyim şəhid ailələri haqqında qısaca da olsa məlumat vermək istəyirəm. Həm burada iştirak edənlər tanısın qəhrəmanlarımızı, həm də bu kadrlara baxanlar da o igidlərimizi tanısınlar. Burada Şəhriyar Qasımov anası dayanır. Aman, ayağa qalx, biz səni yaxından tanıyaq. Şəhriyar Qasımov bir bacının bir qardaşı olub. Evin yeganə oğul payı olub. Atasının anasının ümidi yeri olub. Bərdədə dünyaya gəlsə də Binəqədi ilə formalaşıb onu. Məktəb illəri, gəncliyi, elə döyüşə getdiyi bir gündən də Binəqədidən yola düşür. Çox təəssüflər olsun ki, qələbə zəfəri ilə qayıdan oğullardan birinə çevrilməyib. Amma bizlərə qələbəni qanı ilə alan oğullardan birinə çevrilib. Ruhu şad olsun qəhrəmanımıza. Və burada qaçmazdan olan qəhrəmanımız Fəxrəddin Fərəcovun bacısı dayanır. Fəxrəddin Fərəcov özündən sonra 2 balası bizlərə əmanət qalıb. 2 qardaş idilər, qardaşı hələ də vətən çeşiyində dayanır. Xudaqdadır məzarı, Xudaqda anadan olur. Ömrünün 10 ildən çoxunu vətən çeşiyində keçirir. Gözünü demək olar ki, səngərlərdə açıq olur. Bahar anamızın yolu uzaq olduğu üçün gələ bilmədi. Bugün onu Rübabəmiz təmsil edir və onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, bizə Fəxrəddini tanıdan Rübabəmiz olub, bizimlə birlikdə qarış-qarış bölgələrdə qardaşını tanıdan Rübabəmiz olub. Allah başlasın. Və Afət anam, evin yeganə evladı. Sumqayıt şəhidlərimizdən şəhid Rifət Mustafayevin anasıdır. Bir dəfə də olub sizin məkanınızda. Rifətimizin nə bacısı var idi, nə də qardaşı. Getməyədirlər bu döyüşlərə. Amma getdi. Bilə-bilə ki, o qayıtmasa, ata ocağının çırağı sönəcək. Bilə-bilə ki, geriyə dönməsə, nə anasının, nə atasının təsəlli tapmağa, sığınmağa heç kəsi qalmayacaq. Amma yenə getdi və adını zəfər yazan oğullar sırasına aldı. Cənnətə subay köçən oğullar. Özündən sonra geriyə heç bir yadigar. Ruhu şad olsun qəhrəmanımızın. Və növbəti qəhrəmanımın arası Aygün ana. Bu barəlikdə gördüyümüz şəhid Tacəddin İsmail. 2 qardaşıdırlar. Tacəddin, Elmətin. Tacəddin evin ən balacası, dəcəli, sultanları. Hər kəsin ürəyində xüsusi yer eləyən oğullardır. O da cənnətə subay köçən oğullardır. Və bu yaxınlarda haqqında şəxsi kitab yazmışıq. Həmin kitabı da bugün sizin kitabxanaya hədiyyə eləyəcəyik. Aygün ananın da vaxtları ilə bağlı arzular çox idi. O da dərd içində dərd yaşayan analar. Belə ki, onun oğlu şəhid olandan sonra bir ilində, birinci ilində bacısı qəhrəmanımızın şəhidinin məzarını ziyarət edərkən beyin qanaması. Daha sonra bir qardaşı var idi, o dünyasında. Daha sonra atası dünyasında. Və hal-hazırda qəhrəmanımızın nənəsi də, beyin qanaması keçirən xalası da, belə deyim ki, səhhətində ciddi problemlər olduğu üçün demək olar ki, yataq xəstəsidirlər, onlara da Aygün ana baxır. Həm bala dərdi, həm qardaş dərdi, həm ata dərdi və bu qədər dərdlə mübarizə apardığı bir tərəfdən də övladını unutmasınlar deyə. Dərdini içinə atıb, bax, qarış-qarış tədbirdən tədbirə qaçır. Niyə? Orada onun balasının adını çəkəcək. Zaman keçdikcə övladı unudulmasın. Odur ki, o bizim gözümüzdə mərd qalır.
dağ boyda, dərdi çiyinlərində daşıyıb, dağ kimi möhkəm dayanırlar. Allah ömür versin sənə, aydın. Gücü, qüvvəti bol eləsin ki, möhkəm dayanırsın. Və bizim Elgin Abbaslı'nın anası Sevda anamız. Sevda anamız hər dəfə Elgin haqqında danışanda ürəyinin bir tərəfi hər dəfə gilə edir. Mənim oğlum ömrünü vətənə fəda edir. Mənim oğlum həyatını vətənə qurban verdi. Amma çox təəssüflər olsun ki, bu gün mənim uşağımı yetəri qədər layiq olduğu şəkildə yad etmirlər. Elginimizin özündən sonra bir balası qaldı. Və bu gün Sevda anamız da digər şəhid anaları kimi övladının unudulmaması üçün çırpınan analardan. Və mən arzu edirəm ki, ondan sonra necə ki bu günə qədər mən tədbirlərimdə Elgin haqqında ürəklə danışmışam, bundan sonra da tədbirlərdə Elginimizin adı çəkilsin, haqqında tədbirlərdə mütləq şəkildə yer ayrılsın. Ən azından Sevda anamızın da ürəyi sevinsin ki, onun övladına yetəri qədər dəyər verilir. Və növbəti qəhrəmanım həm İç Qarabağ savaşlarının canlı şahidi, qazimiz. Özü o qanlı savaşları görməsinə baxmayaraq, övladı da o qanlı savaşların içinə atılaraq, zəfər tarixinə adını yazıb şəhadətə ucalan igidimiz Elçin Hüseynovun anası Mətanət anamız. Mətanət ananın da iki oğul övladı var idi. Min bir çətinliklə böyütmüşdü, min bir əziyyətlə, əzabla böyütmüşdü. Oğlu da elə özü kimi səngərləri seçmişdi, kəşfiyyatçı idi. Hətta ona Şahin gözlü snayper də deyildilər. Bizim Elçinimiz də cənnətə subay köçən oğullardan biridir. Bizim Elçinimiz də anasının gözünü yolda qoyan oğullardan birinəcək. Ruhu şad olsun qəhrəmanımız. Və növbəti qəhrəmanımızın anası bizim Elyarımızın anasıdır. O bizə uzaqdan gəlib. Elmidarımızın anasıdır. Elmidar Aprel döyüşlərinin şəhididir və mən istəyirəm elə bizim Qarazayda Nəhatimizin atası da ayaqda qalsın. Mənə Elmidar haqqında Qarazadəgilin ailəsindən aşıq.